Biz düşünək. Bu gün o həsəd apardığımız insanlarda olan şey, hansı ki fanidir, bir gün yox olacaq. Amma bizdə elə bir xeyir-dua var ki, onlarda yoxdur. Biz hər birimiz Məsihə məxsusuq. Biz əbədi həyata məxsusuq, bunun dəyərini anlamırıq. Bizim üçün o qədər də dəyərsizləşib ki, biz fani şeylərə həsəd aparırıq. Biz elə bir şeyə məxsusuq ki, Allah bizə elə bir şey verib ki, elə bir xeyir-duaya sahibik ki, biz bunu görməzdən gəlirik və fani şeylərin ardınca qaçırıq. Onlara həsəd aparırıq, amma unuduruq ki, biz nəyə sahibik? Hansı ki, o bizdə olan şey bizdə əbədidir, o bitməyəcək, o tükənməyəcək, o bizi əbədiyyata aparır. Amma onlarda olan şey onları uçuruma aparır. İstəyərdim düşünək bu şeyləri. O şeylər üçün həsəd aparmayaq, o şeylərin ardınca qaçmayaq. Özümüzdə olanın dəyərini bilək, özümüzdə onların dəyərini anlayaq. Bizi nə deyir, dəyər nədir? Rəbbin səninlə olması, Rəbbin sənin əlindən tutması, Rəbbin səninlə aparması, Rəbbin səninlə yaşaması. İstərdim ki, baxaq Peyğəmbərlərin həyatına. Yusif satılır, quyuya düşür, həbsxanaya düşür. Və bilirsiniz, o hekayənin içində nə yazılıb? Yazılmayıb ki, Rəbb Yusifin qardaşları ilə idi, yazılıb Rəbb Yusiflə idi. Bəli, Yusifin qardaşları yaxşı yerdə idi, Yusif çətin bir yerdə idi, amma Rəbb onlarla deyildi, Yusiflə idi. Daniel şirlərin quyusunda onda Rəbb orada o insanların yanında deyildi, o şirlərin atanın yanında deyildi, şirlərin içində Daniel idi. Üç dostu alovun içine atanda Rəbb onların yanında idi. Ola bilər bugün çətinliklərdən keçərik, ola bilər həyatımız ağırdır. Ola bilər dünyadakı həyat tərzi bizdə yoxdur, onların məxsus olduğu şeylər bizdə yoxdur. Amma bizdə ən dəyərli bir şey var, Rəbb bizimlədir. O hər zaman bizim əlimizdən tutur, hər zaman bizi aparır. Ardıcan nə deyir? Deyir, göylərdə səndən başqa kimin var? Kimimiz var göylərdə Məsihdən başqa? Ardıcan bu sözü deyir, istəyərəm ki, hər birimiz bu sözü deyə bilək. Yer üzündə də səndən başqa heç nə istəmirəm. Yer üzündə də Məsihdən başqa bizə heç bir şey lazım deyil. Çünki Rəbb deyir ki, sən səmavi səltənəti axtar, dəyərləri axtar, qalan əlavə şeylər sizə veriləcəkdir. Vardıca nə deyir? Cismin və ürəyim taqətdən düşsə belə, daim ey Allah, qəlbimin qüvvəti, nəsibimsən. Budur, səndən uzaq düşənlər məhv olurlar, sənə xəyanət edənləri yox edirsən. Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır. Xudavənd Rəbbə pənah gətirmişəm, ona görə bütün işlərini hamıya çatdıracağam, amin. Bizim üçün Rəbbə yaxınlaşmaq yaxşıdır. Bizim üçün Rəbblə olmaq yaxşıdır, ona pənah gətirək. Odur dayağımız, odur təsəllimiz, odur bizə güc verən, odur bizə aparan. Qoy bütün ürəyimiz ona bağlı olsun. Özümüzdə olan o dəyəri, o xeyir-duanın qiymətini bilək. Amin.